Neftçala rayonunda DOST filialı fəaliyyətə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev və Neftçala rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov filialda yaradılan şəraiti və vətəndaşların qəbulu, onlara xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər. Anar Əliyev DOST mərkəzlərinin yaradılmasının Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb. O, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST modelinin üstünlüklərini və beynəlxalq səviyyədə də yüksək qiymət aldığını bildirib. DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin əhaliyə bir pəncərədən, müasir, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərildiyi qeyd edilib. Qısa müddət ərzində, yəni son dövr ərzində DOST agentliyi tərəfindən 4 milyon 600 mindən çox vətəndaşa xidmət göstərilmişdi. Yalnız bu ildə DOST agentliyi 475 mindən çox vətəndaşa xidmət göstərib. Eyni zamanda bizim çağrı mərkəzimiz 9 milyondan çox vətəndaşa xidmət göstərib və onlardan yalnız 600 mini bu ildədir. Yaxın gələcəkdə planlarımız kifayət qədər genişdir və regional səviyyədə biz ümumilikdə 14 mərkəzin və 64 filial və xidmət məntəqələrinin təşkilini planlaşdırırıq və bu period, deməli, ümumi olaraq 2030-cu ilə qədər olan vaxtı əhatə edir. Neftçala şəhəri Heydər Əliyev prospekti giriş 76 ünvanında yerləşən filialın inzibati binası modern və konstruktivlik elementləri ilə müasir üslubda layihələndirilib. 2 mərtəbədən ibarət binanın ümumi sahəsi 535 kvadrat metrdir. 10 nəfər işçi heyətdə xidmət göstərəcək Neftçala DOST filialında gün ərzində orta hesabla 100-ədək vətəndaşın qəbulu nəzərdə tutulur. Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, müraciətlərdə əksin tapan məsələlərin həll işlərinin vətəndaş məmnunluğuna uyğun şəkildə yerinə yetirilməsi və sair barədə tapşırıqlar verib. Qeyd edək ki, indiyədək Bakı və bölgələrdə 7 DOST mərkəzi, 3 DOST filialı və 3 DOST məntəqəsi istifadəyə verilib.